Cinsi təcavüzə məruz qalan hər kəs psixoloq yanına getməlidirmi? Deyək ki, 7 yaşında uşaq cinsi təcavüzə məruz qalır. Amma o həmin vaxtı bunu ya oyun kimi qəbul edir, ya ümumiyyətlə travma kimi qəbul eləmir də və yadından çıxır gedir. Amma bu uşaq böyüyür 25 yaşında, misal üçün hansısa hadisə, hansısa görüntü həmin o 7 yaşındakı hadisəni onun yadına salır. Və həmin insan 25 yaşındakı təcrübəsi ilə, ağlı ilə həmin o 7 yaşında başına gələn hadisəyə qiymət verməyə başlayır. Hadisə o qədər travmatik idi ki, beyin onu bastırır ki, incitməsin. Hadisəyə artıq 25 yaşındakı insan öz təcrübəsi ilə, ağlı ilə qiymət verməyə başlayır. Ona görə travma alır. Ümumiyyətlə, taciz və təcavüz fərqli ola bilər. Məsələn, deyək ki, 7 yaşına kimi babası tərəfindən tacizə və yaxud da təcavüzə məruz qalmış uşaq böyüyür. Hər dəfə o hadisəni xatırlamaq istəmir, amma o flashbacklər kimi, yəni yenidən yadına düşür və onu bastırmağa çalışır. Və yaxud da necəsə həyatını yaşamağa çalışır, ailə həyatı da qurur, uşaq da dünyaya gətirir. Yəni bacardığı kimi həyatını keyfiyyətli şəkildə yaşamağa çalışır. Amma hər dəfə ara-sıra onun yadına bu hadisələr, epizodlar düşür. Və bəzən olur ki, deyək ki, uşağı babasının qucağında görəndə artıq o tetiklənir. Yəni fərqli olur. Hər bir insan fərqli cür yaşaya bilər bunu. Bu hadisə hər bir insanın həyatına fərqli cür toxuna bilər. Fərqli cür onun həyatının keyfiyyətinə təsir göstərə bilər. Bəzi insanlar var ki, təsir göstərməz. Bəzi insanlar var ki, həddindən artıq təsir göstərir. Siz hal-hazırda bu təcavüz mövzusunda danışdıqca məndə güclü mədə bulantısı yaranır. İndi sən ürəyin bulanır. Bəli, və hətta qaytarma hissi də gəlir. O zaman belə çıxır ki, mən bunu 100% nə vaxtsa yaşamışam ki, sizin dedikləriniz tetiklədi. Bu ürək bulantısı cinsi istismar mövzusunda səndə baş qaldırır, yoxsa başqa məsələn xoşuna gəlməyən hadisələr eşidəndə də olur? Xeyr, təkcə bu mövzuda yox. Məsələn, yanımda kimsə qeybət eləyir, birinin arxasınca danışır və yaxud da ki, mənə etik gəlməyən bir davranış eləyir. O saat yenə mədəm bulanır və oradan uzaqlaşmaq. Anladım. Yox, bu adətən sinir sistemi ilə bağlıdır. İnsan təhlükə, bir balaca narahatçılıq qəbul etmədiyi, misal üçün ürək bulanma nədir? Biz hansı yeməyin dadına baxanda iyindən artıq ürəyimiz bulanışır. Demək ki, keyfiyyəti yoxdur. Bizim üçün təhlükədir də, düzdür. Yəni, adətən sənin vəziyyətində təhlükə də hiss edəndə səndə həm də ürəyin bulanır. Yox, bununla bağlı deyil. Bu sənin sinir sisteminə əlaqədar bir şeydir. İnsan xoşuna gəlməyən bir söhbəti eşidəndə də sadəcə narahat olmur. Hətta ürəyi də bulanır. Çünki beynimiz elə bir ki, təhlükəyə və iyrəndiyimiz şeylərə yalnız düşüncə ilə yox, bədənimizlə də reaksiya verir. Misal üçün, birinin ürəyi sürətlə döyünür, birinin əlləri tərləyir, başqa birinin isə mədəsi bulanır. Xüsusilə bəzi mövzular sizdə qorxu, ikrah və keçmişdən gələn ağır bir hissi oyadırsa, bədəniniz mən bunu qəbul eləmək istəmirəm reaksiyası verir. Yəni, biz tək düşüncəmizlə yox, həm də bədənimizlə reaksiya veririk. Ona görə də əsas sual burada niyə sənin ürəyin bulanır? Yox, mən belə sual verərdim sənə ki, ürək bulanmadan əvvəl səndə hansı düşüncə yaranır?